Salam, hər vaxtınız xeyir olsun. Mən İlqar Həsən. Bu gün sizə 9 illik üzrə buraxılış imtahan nəticələri, balların hesablanması qaydası necədir, onu sizə addım-addım izah edəcəm. Kanalımıza abunə olub bəyənməyi unutmayaq. Başlayaq ilk əvvəl Azərbaycan dili qısa olaraq yazaq. Azərbaycan dili üzrə 4 açıq tipli sual təqdim olunur bizə, 26 qapalı sual təqdim olunur. Baxaq, balların hesablanması üçün ilk əvvəl kəsr xəttini çəkirik, məxrəcə yazırıq 34. Tutalım ki, açıq sualdan cavablandırmışıq 3 sual. Doğru cavabımız var. Qapalı tipli 26 sualdan isə tutalım ki, 20 doğru cavabımız var. Avtomatik biz nə edirik? Açıq tipli sualının 2 mislini tapırıq. Yəni 3, bir dəqiqə. 3 vurulsun 2, yəni 2 misli. Üzərinə gəlinsin qapalı tipli düz yazdığımız tapşırıq sayı, yəni 20. Bunu mötərizəyə alıb vururuq 100-ə. Bərabərdir. Yəni bunu bu ardıcıllıqla yerinə yetiririk. Baxaq. 3 vurulsun 2, üzərinə gəlinsin 20. Eləyir 6, 26. 26-nı da 100-ə vuranda eləyir 2600. 2600-ü də 34-ə böləndə 76.4 bal. Deməli, bizim Azərbaycan dili fənni üzrə 76.4 balımız var. İndi isə keçək riyaziyyata. Olaraq buraya yazıram. Bu qədər. Bizə riyaziyyat üzrə 25 tapşırıq təqdim olunur. 25 tapşırığın 15-i qapalı tipli tapşırıqdır. 6-sı cavabı kodlaşdırıla bilən açıq tipli sualdır. 4-ü isə həlli tələb olunan, yəni həlli ətraflı şəkildə tələb olunan tapşırıqdır. Baxaq, tutalım ki, qapalı tipli sualdan biz yazmışıq 500. Cavabı kodlaşdırıla bilən 6 sualdan tutalım ki, yazmışıq 200. Həlli tələb olunan açıq sualdan isə tutalım ki, yazmışıq 200. Baxaq indi bunun hesablanma qaydasına. Məxrəcə yazırıq 29. Həlli tələb olunan açıq sualın 2 mislini tapacaq. Yəni 2 vurulsun 2. Həlli tələb olunan 4 sual var. Biz ondan ikisini cavablandırmışıq və onun 2 mislini tapırıq. Yəni 2 vurulsun 2. Üzərinə gəlinsin. Qapalı tiplidən məsələn yazmışıq 500. Üzərinə gəlinsin 5. Və üzərinə gəlinsin cavabı kodlaşdırıla bilən sualların, doğru cavabların cəmi 2. Bunu mötərizəyə alırıq, vururuq 100-ə. Bərabərdir. Avtomatik biz buranı hesablayırıq. Deməli, 2 vurulsun 2, 4, üzərinə gəlinsin 5, 9, üzərinə 2, 11. 11 vurulsun 100, 1100. 1100 bölünsün 29-a. Bərabərdir. Avtomatik bizə 37.9 bal görsəndi. Yəni, riyaziyyat suallarını bu cür hesablayacaq. İndi isə xarici dilə keçək. Qısa yazırıq ingilis dili. Kəsr xəttimizi çəkirik. Dinləyib anlamada ümumi 4 tapşırıq olur. 4 tapşırıqdan məsələn tutalım ki, cavablandırmışıq 200. Üzərinə gəlirik. Burada 2 mislini tapırıq. Sadəcə düzlərimizi yazacaq. Sonra mətnə dair 8 tapşırıq qeyd olunur. Bunlardan biri açıqdır, 7-si qapalıdır. Tutalım ki, 8 tapşırıqdan cavablandırmışıq 4-ün. Üzərinə gəlirik. Qrammatika və leksikaya dair 13 tapşırıq qeyd olunur. 13 tapşırıqdan biri açıqdır, 12-si qapalıdır. Tutalım ki, 13 tapşırıqdan biz yazmışıq 8 düz. Üzərinə gəlirik. Şəkillər əsasında esse yazı tələb edilən bir tapşırıq da var ki, onun balını. İndi mən onu X olaraq qeyd eləyəcəm. Və bölünsün 30-a. Vurulsun 100-ə. Bərabərdir. Bunları biz cəmin tapırıq. 2 üzəri 4, 6, üzəri 8, 14. 14 vurulsun 100, 1400. 1400 bölünsün 30. Bərabərdir 46.6 bal. Bu cür hesablanır buraxılış ballarımız.
Kanalımıza abunə olub bəyənməyi unutmayaq.